insanların yaşayışında aramlığın olmağı və bu ikisinin, qorxunun, kədərin olmamağı çox mühümdür. Qorxu, kədər psixoloji və müxtəlif xəstəliklərin mənbəyidir. Bu gün geniş yayılan panik atak kimi xəstəliyin mənbəyi də qorxudur və qorxudan yaranan stressdir. O xəstəliyin şiddətlənməsinə səbəb olan da qorxudur və qorxudan yaranan stressdir. Həkimlər bu xəstəliyi müalicə edirlər, amma bu müalicə müvəqqəti müalicədir. İnsanın ən çox qorxduğu şey canının xətərə düşməsidir. Ölümdən qorxur. Ölümdən nə üçün qorxur? Ya ölümlə puç olduğunu düşünür, ya da günahları o qədər çoxdur ki, ölümdən qorxur. Allaha iman gətirib, onu özlərinə Rəbb qərar verənlər, onun qanunları ilə yaşayanlar ölümdən qorxmazlar. Kim Allaha aşiq olsa, ölümdən qorxmaz. Ölüm aşıqı məşuquna qovuşdurur. Heç məşuquna qovuşmaq istəyən aşiq qarşısında olan maneələrdən qorxar. Həqiqi aşiq üçün maneələr aşmaq şirindir. Allaha aşiq olanlar ölümün intizarında olarlar. Əli əleyhissalam buyurur, and olsun Allaha ki, Əbu Talibin oğlunun ölümə olan şövqi körpənin anasının sinəsinə olan şövqündən daha çoxdur. Həzrəti Qasım əleyhissalam buyurur, ölüm mənim üçün baldan da şirindir. Ölümü puç və mənasız yaşayışımızla özümüzə qorxulu edirik. İnsan elə yaşamalıdır ki, qəbirdə ondan soruşulanda ki, mən Rəbbuk, deyə bilər ki, Rəbbiyallah. Bəziləri belə deyə bilməyəcəklər. Hər nəyi özlərinə Rəbb qərar veriblər, tərbiyə edən qərar veriblər, onun adını deyəcəklər. Onlardan soruşulanda Peyğəmbəriniz, imamınız kimdir? Onları ki, dünyada özlərinə rəhbər qərar veriblər, onların adını deyəcəklər. Amma o kəslər ki, deyərlər Rabbunallah, sonra da bu dediklərinin üzərində möhkəm dayanarlar, qəbirdə də onlardan soruşulanda ki, Rəbbiniz kimdir, deyərlər Rabbunallah. Bizim Rəbbimiz Allahdır.